Gecə saatlarından başlayan yağış paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr əmələ gətirib, işıqforlar sıradan çıxıb. Bu da avtomobillərin hərəkətində bir sıra problemlərə səbəb olub. Ətraflı əməkdaşımız Elvin Güloğlanoğlu'nun reportajında. Güclü yağış paytaxtın Nizami, Xətai və Yasamal rayonları ərazisində quraşdırılan bir sıra işıqforların sıradan çıxmasına səbəb olub. Bu isə təbii olaraq nəqliyyatın normal axınına mane olub. Yağış yağan kimi paytaxtda bəzi problemlər baş qaldırdı. Tıxaclar yarandı, paytaxtın bəzi ərazilərində quraşdırılan işıqforlar sıradan çıxdı. Yağışın gətirdiyi digər problem isə paytaxt yollarında gölməçələrin yaranmasıdır. Azacıq yağış yağan kimi paytaxt yolları lap keçilməz hala düşür. Yağış paytaxtın kanalizasiya sistemində problemlərin olduğunu bir daha aşağı çıxartdı. Düşən yağıntının miqdarı çox olmasa da, şəhərin bir çox avtomobil yollarında, eləcə də yağış kanalizasiya sistemi olmayan ərazilərində yağış suları gölməçələr əmələ gətirib. Çuxurlardır. O yağış ki yağdı, gölməçə əmələ gəlir, görmək olmur. Görmək olmur və demək olar ki, idarə etmək çətinləşir. Kanalizasiya sistemi olmasa, yəni bu hələ-belə də gedəndir. Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzindən aldığımız məlumata görə isə yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Böyükşor Hava Limanı istiqamətində və Zığ Dairəsi Hava Limanı avtomobil yolunda sürət həddi azaldılıb. Elvin Güloğlanoğlu, Ceyhun Mustafayev, Lider TV.